Aydınlıq kəsrlərdən başlayırıq suallara baxmağa. 5-ci suala baxırıq. K-nın neçə qiymətində, baxın 5-ci sual. K-nın neçə qiymətində 6 bölünsün K düzgün kəsr olar, 11 bölünsün K düzgün olmayan kəsr olar. Biz bilirik ki, düzgün kəsrdə sürət necə olacaq? Sürət məxrəcdən balaca olacaq. Bəli, sürət məxrəcdən kiçik olacaq. Deməli, məxrəc böyük olmalıdır. Deməli, K 6-dan böyük olmalıdır. Düzdür? Bəs düzgün olmayan nədir? Məxrəc 11-ə ya bərabər olar, ya da 11-dən kiçik olar. Deməli, K-nın qiymətləri nə oldu? 11-dən kiçik bərabər, 6-dan da böyük. 7, 8, 9, 10 və 11-in özü. Neçə qiymət oldu? Bax, 5 dənə qiymət oldu. O da oldu B variantı. Baxdıq, 5-ci sualımız. İndi baxırıq 6-cı suala. Kəsrin sürətini 6 dəfə artırıb, məxrəci 3 dəfə azaltsaq, kəsrin qiyməti necə dəyişir? A bölünsün B formasında bir kəsr yazıram. Kəsrin sürəti A-dır. 6 dəfə artırsaq nə edirik? 6-ya vururam A-nı 6-ya. Bəs məxrəci 3 dəfə azaltsam B-də, bəli, artırsam 3-ə vurardım. Azaldıramsa bölürəm. Burada deyil, bax, vuranda burada yanında yazacaq. Bəli, sürətə vuranda artıq B-ni bölmə sayılır. Bu da oldu 3-ü 6-ya vuranda 18, A bölünsün B. İfadəmiz A bölünsün B isə 18-ə vurduq. Necə oldu? 18 dəfə. 18 dəfə artdı, bəli. 13-də nədir? A bərabərdir 29 bölünsün 25. Və C-nin qiyməti 183 bölünsün 179. Biz burada nə ortaq məxrəcə gətirə bilmirik. Əslində gətirə bilərik, amma çox böyük rəqəm alınır. Bizə sərf eləmir, nə də sürətlərini bərabərləşdirə bilmirik. Bizim burada belə bir qaydamız vardı. Sürət məxrəcdən nə qədər böyükdür? 4 faiz. Burada da 4 faiz. Bəs burada da 4. Deməli, 3 kəsrin üçündə də məxrəclə sürətin arasındakı rəqəm eyni qədərdir. Düzdürmü? İndi biz burada baxırıq ki, bizim qaydamız var. Biz demişdik, əgər kəsrimiz düzgün kəsr olarsa, böyük rəqəmlər olan böyük, kiçik rəqəmlər olan kiçik olur. Məsələn, 29-da 25 ilə 103-də 99 olsaydı, böyük rəqəm budursa belə olacaq. Çünki düzgün kəsrdir. Yox, düzgün kəsr olmadığına görə, düzgün kəsr olmayanda düzgün olmayan olanda, məsələn, 25-də 29 və 99-da 103 olanda böyük rəqəmlər kiçik olur, kiçik rəqəmlər böyük olur. Bax, burada kiçik rəqəm budur. Belə bax, bu formada ən böyük oldu A, sonra B, ən sonuncu kiçik isə ən böyük rəqəmlər olan C oldu. Aydındır. Bu bir qayda kimi biz öyrənmişdik ki, böyük rəqəmlər olan böyük, kiçik rəqəmlərlə yazılanlar isə kiçik olacaq.